Salam əziz və dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Kurikulum və Texnologiya təlimçisi Nəsrova Röyalə. Bu gün sizlərə 8-ci sinif texnologiya dərsindən 3-cü mövzumuzun ev heyvanlarına qulluq texnologiyası mövzumuzun izahına baxacağıq. Gəlin başlayaq. Şəxsi ev və həyət sahibləri bəzən təkcə ev quşları deyil, hətta kənd təsərrüfatı heyvanlarının da bəslənməsi və çoxaldılması ilə məşğul olurlar. İriboynuzluya aiddir. İnək, camış, xırdaboynuzlu qoyun, keçi, mal-qaranın saxlanması heyvandarlıq məhsullarına olan ehtiyacı təmin edir. Bazar iqtisadiyyatının əsas qanununda deyilir: əgər məhsula ehtiyac artırsa, onun qiyməti qalxır. Deməli, onun istehsalı böyük gəlir vədidir. İnsan kənd təsərrüfatı heyvanlarının saxlanmasından yeyinti məhsulları, ət, süd, yağ. Baxın, yeyinti məhsullarımıza nələr daxil oldu? Ət, süd, yağ. İstehlak xammalı. İstehlak xammalımız nədir? Yun, cod-tük, dəri, sümük. Biz bunları ev heyvanlarından əldə edirik. Ev şəraitində qoyun və keçi saxlanması kiçik təsərrüfatın üçün gəlirli sahədir. Bu heyvanlar yemə tələbkar deyil və sürü halında yaşaya bilir. Qoyunla keçi. Ona görə də qoyunçuluq üçün böyük təsərrüfat lazım deyil. Az pul sərf etməklə kiçik təsərrüfatlarda bu heyvanları bəsləmək yaxşı gəlir gətirə bilər. Qoyun və keçi saxlamağın hansı faydaları var? İndi gəlin ətraflı baxaq. Qoyun əti dünyanın hər yerində, yəni bütün dünyada ekoloji təmiz qida hesab olunur. Çünki qoyun müxtəlif hormonlar, əlavələr qatılmış yem qəbul etmir. Amma alimlər, yəni Alman alimləri belə hesab edirlər ki, qoyun əti insanlarda xərçəng toxumalarının inkişafını ləngidir və hətta onları məhv edir. Deməli, hansı alimlər oldu? Alman alimləri belə hesab edir ki, qoyun əti insanlarda xərçəng toxumalarının inkişafını ləngidir və hətta onları məhv edir. Qoyun əti iki növə ayrılır. İki növə ayrılır qoyun ətimiz. 1 yaşına qədər heyvanın əti quzu əti deyirik. 1 yaşdan yuxarı heyvanın ətinə isə qoyun əti adlanır. Qoyun əti çox gözəl dad keyfiyyətlərinə malikdir. Tərkibində zülalın, amin turşularının, vitamin və mineral maddələrin miqdarına görə mal ətindən üstündür. Deməli, qoyun əti nəyə görə mal ətindən üstün oldu? Tərkibində olan zülalın, amin turşularının, vitamin və mineral maddələrin miqdarına görə mal ətindən üstündür. Qoyun ətinin ən gözəl xüsusiyyəti isə daha az xolesterinə malik olmasıdır. Qoyun ətinin tərkibində 290 kiloqram bölünsün milliqram xolesterin var. Mal ətində isə 750 kiloqram bölünsün milliqramdır. Malik olmasıdır. Bütün qoyun cinslərinin əti yeməli hesab edilir. Yəni, nə qədər qoyun cinsi varsa, hər birisi yeməli hesab edilir. Amma əsasən ətlik, yunluq və ətlik yağlıq qoyun cinslərinə üstünlük verilir. Orta yaşlı qoyun cəmdəyi yaşından, cinsindən, köklüyündən asılı olaraq, deməli, orta yaşlı qoyun cəmdəyi nə ilə asılı oldu? Yaş, cins və köklüyündən asılı olaraq 18-30 kiloqram, 1 yaşa qədər quzu cəmdəyi isə 15-18 kiloqram olur çəkisi. Qoyun və keçi südü çox qiymətli qida məhsulu hesab edilir. Qoyun və keçi südündən söhbət gedir. Çox qiymətli hesab edilir. Qoyun südünə baxırıq. Qoyun südü zəngin tərkibə malik qida məhsuludur. Qoyun südündən bahalı və ləziz pendir növlərinin hazırlanmasında istifadə edilir. Hansıdır bu pendir növləri? Roquefort, Pecorino, Qafqaz, Brinza kimi bir çox qiymətli pendir növləri hazırlanır. Kimyəvi tərkibinə görə qoyun südü inək südündən fərqlidir. Qoyun südünün tərkibində 6-8% yağ, 4,5-6% zülal, 4,6% süd şəkəri və 0,8% mineral duzlar və vitaminlər var qoyun südünün tərkibində. Quru maddələri isə qoyun südündə quru maddələr inək südündə nisbətən 1,4 dəfə, yağ və zülalı isə 1,8 dəfə artıqdır inək südündən. 1 litr qoyun südünün ümumi qidalığı isə 1060 kilokaloridir. Keçi südü tərkibinə görə, indi baxırıq keçi südünə. Keçi südü tərkibinə görə ana südünə olduqca yaxındır. Bol miqdarda immunoglobinə görə keçi südü lap qədim zamanlarda bir çox xəstəliklərin müalicəsi üçün istifadə edilirdi. İmmunoglobulin nədir? Qanda allergik reaksiyalar göstəricisidir.
və bu qida məhsulu bədəndən radionüklidləri çıxardır, allergiyanı aradan qaldırır. Radionüklid nədir? İnsan orqanizminin mənfi təsir edən radioaktiv elementdir. İnsan orqanizminə mənfi təsir edən radioaktiv elementə deyilir radionüklid. Bu heyvanlardan alınan dəri, yun, cod tük də çox qiymətli xammal hesab edilir. Təbii materiallardan hazırlanmış geyim rahat və sağlamlıq üçün yararlı hesab edilir. Bəs qoyunların ev təsərrüfatında bəslənmə texnologiyası necədir? İndi isə baxırıq bəslənmə texnologiyasına. Qoyun yaxşı qulluq və yemləmə şəraitində tez artan heyvandır. Yəni yaxşı qulluq olunarsa, yaxşı yemlənərsə tez artan heyvandır qoyun. Onların saxlanması üçün isti aylarda heç bir xüsusi şərait tələb olunmur. Adətən yayda qoyunlar sürü halında otlamağa çıxarılır. Bu, payıza qədər də belə davam edir. Sürü halında otlamağı. Payıza qədər davam edir. 10 baş qoyun quzu üçün 30-40 kvadrat metr arxac lazımdır. Arxac nədir? Qoyunların açıq havada saxlandığı yerdir. Müasir texnologiya və materiallar ilə tövlə tikmək o qədər də çətin iş deyil. İsti olması üçün onun hündürlüyü az olmalıdır. Tövlənin özülü olduqca sadə üsulla qoyulur və bu da tikintini asanlaşdırır. Tövlənin istilik sistemi tikinti zamanı nəzərdə tutulmur. Çünki qoyunlar özlərini qızdıra biləcək qədər istilik buraxırlar. Yəni buna görə də istilik sistemi nəzərdə tutulmur. Tövləmiz işıqlı olmalıdır. Təzəyin çıxarılması və yay vaxtı havanın dəyişdirilməsi üçün bir açıq pəncərə qoyulmalıdır. Döşəmə lövhələri duru tullantılarının rahat axıb tökülməsi üçün məsamələrlə vurulmalıdır. Baxın, məsamələrlə vurulmalıdır. Nəyə görə? Duru tullantıların rahat axıb tökülməsi üçün döşəmə lövhələri məsamələrlə vurulmalıdır. Qışda qoyunları təmiz havada yemləmək lazımdır. Kombinə edilmiş yemdən ilıq su əlavə edilməklə hazırlanmış horra qoyunların həvəslə yediyi qida məhsuludur. Deməli, nə oldu qoyunların həvəslə yediyi qida məhsulu? Horradır. Horranı necə əldə etdik? Kombinə edilmiş yemdən ilıq su əlavə etməklə hazırlanır horra. Yemləmə zamanı boş arxaclardan peyin təmizlənib atılır. Qoyun arxacında su və yem təknələri qoyulur. Təknələr dirəklərin üzərində asılır ki, qoyunlar onları tapdalamasın. Bütün qoyunları bir arada su və yem qəbul etməsi üçün təknələr hesablanmış ölçüdə quraşdırılır. Təxminən bir baş qoyun üçün 0,25 metr ölçüsündə təknə quraşdırılır. Döşəməyə saman döşənir. Qışda qoyun az olarsa, tövlənin peyini təmizlənmir. Çünki peyinin üzərində qoyunlar üçün rahat və isti olur. Yazda isə bütün tövlənin peyini təmizlənib dirliyə tökülür. Qalın yun örtükləri olduğu üçün qoyunlar soyuğa davamlı olurlar. Küləksiz havada bütün günü bayırda qala bilirlər. Elə bu məqsədlə də tövlənin yanında yem və su təknələrlə təchiz edilmiş arxaclar quraşdırılır. Tövlədə rütubət olmamalıdır. Elə ona görə də hava tənzimləyicisi, yəni hava təmizləyici qurğulardan, yəni sərinkeşlərdən istifadə edilməlidir. Rütubətli tövlədə saxlanılan qoyunlar zəifləyir, immunitetini itirir və xəstəliklərə qarşı davamsız olur. Qoyunların bəslənməsi və yemlənməsinə baxırıq indi isə. Quzular xüsusi otlaqlarda otarılır. Amma təkcə otarılma ilə inkişaf etməkdə olan quzu orqanizmə lazım olan qidalı maddələr ala bilmir. Ona görə də quzular əlavə qidalı yemlə yemlənməlidir. Bu məqsədlə nə edirik? Dənli bitkilərdən ibarət qarışıqlardan və cecədən istifadə olunur. Cecə nədir? Cecə kənd təsərrüfatı heyvanları üçün zənginləşdirilmiş yem, yəni yağlı bitkilərin yağı çıxarıldıqdan sonra qalan qalıqlarıdır cecə. Hər quzu gündə ən azı 1,0-1,5 kiloqram keyfiyyətli otla yanaşı meyvə köklülər və konsentratlar qəbul etməlidir. Qışda quzular yüksək keyfiyyətli yemlə qidalanmalıdır. Az kalorili yemlə qidalanmış quzuların boyunu və çəkisini sonra bərpa etmək mümkün olmur. Daha sonra dənəvər duz gündə bir baş quzuya 8-10 qram hesabı ilə verilir. Bununla yanaşı tövləyə daş duz da qoyulur. Əlavə yemləmək üçün nəzərdə tutulmuş quru qida arpa və qarğıdalıdan, yaş qida isə yem çuğunduru və kartofdan ibarət olur. Deməli, quru qidamız nə oldu? Arpa, qarğıdalı, yaş qidamız nə oldu? Yem çuğunduru və kartof.
Yay aylarında qoyunlara gündə 2 dəfə, çox isti havalarda isə 3 dəfə su verilir. Əgər qışda qoyun gün ərzində 2,5 litr su içirsə, bu göstərici payızda 3,5, yazda 4 litr, yayda isə 5,5-6 litrə qədər yüksələ bilir. Süd verən heyvanlar isə daha çox su qəbul edir. Qoyunlara səhər otlağa çıxarmamışdan öncə, günorta dincəlmədən sonra, çox isti havalarda isə otlamadan sonra da su verirlər. Qoyun saxlayanlar bunu bilməlidirlər ki, bu heyvanlar çox qorxaqdır və yüksək səs onlarda neynir? Təlaş yaradır. Qoyunçuluqda məsuliyyətli ərəfə qırxım zamanıdır. Qırxılmış qoyun soyuq havada xəstələnə bilər. Buna yol verməmək üçün qırxılmış qoyunları harda saxlayırlar? Tövlədə saxlayırlar. Qoyun təsərrüfatı ailə üçün nəinki ekoloji təmiz qida məhsulları deməkdir, həm də yun corab, dəbli yun köynək üçün təbii xam maldır.